E, Təbii ki, əməliyyatların tipinə görə dəyişir. Çünki bu çanaq oynağının əməliyyatları çox çeşidli əməliyyatlar var. Anadan gəlmə bu çıxığına görə olan əməliyyatlar var. Standart artroza görə olunan əməliyyatlar var. Bu əməliyyatlara görə dəyişir xəstənin əməliyyatdan sonraki durumu. Və standart endoprotezlər qoyulursa, əgər sementsiz standart endoprotezlər qoyulursa və əməliyyat çox normal keçibsə, əməliyyatın sabahsı günündən xəstəyə gəzməsinə icazə veririk. Təbii ki, elə xəstə var, xüsusi volçerlə, elə xəstə var, bir əl ağacı ilə gəzməyə icazə veririk. Amma normalda səhərsi günündən insanlara, əməliyyat olunan insanlara hərəkət eləməyə icazə veririk. Hə, bir qrup insanlara bir ay daha az üstlərinə basmaq və yaxud elə xəstə var səhərsindən üzərinə tam bastırırıq. Amma yenə də insanları narahat edən əsas sual ki, yataqda qalacaqmı? Xeyr, yataqda qalmırlar. Sabahsı günündən belə götürək hərəkətlərə başlayırlar.